Bəda nədir? Burada yazır ki, bəda şiənin əqidəsi. Bəda şiənin deyil, Quran ayəsidir bu. Necə şiə demirlər, Allah deyir Quranda. Cavab, əslində əgər bəda düzgün izah edilsə, onun dünyanın bütün müsəlmanlarının etiqad bəslədiyi İslami əqidə olması üzə çıxar. Bu hamı qəbul edir. Nəinki şiə. Düzdür, onların bəzisi bəda sözünün işlətməkdən çəkinirlər. Lakin bu, onun mənasına heç bir ziyan vurmur. Məna öz yerindədir. Çünki əsas hədəf bədanın adı deyil, həqiqətidir. Bədanın həqiqəti iki təməl üzərində qoyulur. Bir, Allah varlıq aləmi üzərində mütləq qüdrət və hakimliyə malikdir. Güc, qüdrət, hakim olmalıdır. Odur, o il ancaq. Və istədiyi vaxt bir təqdiri başqa bir təqdir ilə hər ikisi barədə əvvəldən elmə malik olaraq və elmində heç bir dəyişiklik baş vermədən dəyişə bilər. Həkim sənə deyir ki, əməliyyatdan çıxmırsa, Allah şifa versin xəstələrimizə. Bunun yaxınına bax, su verməyin. Əməliyyatdan çıxır, dodağın ısladır, amma su verməyin. 2 gün, 3 gün, 5 gün, 10 gün deyir ki, su verin. Sual, həkim niyə əvvəl yox, indi qoydu? Əvvəl bilmirdi su içə bilər. Əvvəl bu savadı yox, yox. Əvvəl savadı var idi deyə, deyir ki, ziyandır, verməyin. Yəni, o sonradan sözün dəyişməliyi o deməli deyil ki, bu səhviliyi. Məkan zaman şərait o deyir. Məkan zaman şərait isə bunu deyir. Çünki birinci təqdir Allahın qüdrətini məhdudlaşdıracaq və onun dəyişiklik etmək qüdrətini əlinə alacaq formalar deyil. Allah Teala yadullah məğlulə, Allahın əli bağlıdır deyən Yahudilərə etiqadın əksinə olaraq dedi ki, yox, onun qüdrəti genişdir. Yəni, bəl yədahu məbsutatan, bəlkə onun hər iki, yəni qüdrəti əli açıqdır. Dedilər Yahudilər ki, Allahın bir çox şeyə gücü çatmır da, əlləri bağlıdır sanki, bunu eləyə bilməz. Ağa gəlir ki, yox, adda yazır, maddə 64-də. Allahın əli genişdir, gücü genişdir. Eləyə bilər. İkinci bəndi, Allahın öz qüdrətini göstərməsi və ya bir təqdirin yerinə başqa bir təqdiri gətirməsi hikmət və məsləhətsiz deyil. Nəsə olur? Bəzən nəsə olur ki, biz bu istəməsəkdə nəsə var. Ya əməlimizdəndir, ya ilahi məsləhətdir. Quranda var, Bəqərə 216-dır, 19-dur. Deyir ki, elə şey var ki, siz onu pis bilirsiniz, amma əslində yaxşıdır, Allah o sizə verir. Elə şey var ki, əslində pisdir, siz onu yaxşı bilirsiniz, Allah onu sizə vermir. Bəs nə vaxt əksinə olur? Bəyəqdir, insan dirəşir. Dirəşir. Bəzən valideyn deyir, bacarmır daha övladla, qızla, oğluyla, ay bala eləmə, ziyandır, ay qızım, ay oğlum, filan filan, nə qədər zəhmət çəkir, müəllimlər tapşırır, psixoloq, molla, müəllim, nə qədər alınmır da, deyir də özün bilərsən. Özün bilərsən. Nə etsən elə. İndi valideyn belə deməsi, valideyn yəni izni var buna. Valideyn deyir ki, razılaşıb ged elə, yox, bezmək mənasındadır o. Nəinki get elə. O izin bezmək mənasındadır. Allahın bir şeyin xəbərdar olmalığı o demək deyil ki, falan hadisələr baş verirsə, Allahın burada izni var. Valideyn bilib bu uşağın narkomandır, pis yolsuz oğlan və ya qızı. Bacarmır deyə özün bilərsən də. İndi bu özün bilərsən nə deməkdir? Yəni ki, razıyam. Yox. Yəni məndən daha keçdi. Mən bir valideyn kimi dedim, vəsəm yerinə yetirdim, daha özün bilərsən. Nə olsa mənlik deyil. Həbs olur, yemirsən üçün onun qapısını açmırlar. Yaxşı deyirlər. Mən adam tanınam, tanınmış bir müəllimidir. Belə çox mədəni, mərifətli, əxlaq və savadlı. Onun oğlu neçə bundan qabağı həbs oldu, narkotikanın üstündə. 6-7 il mən eşitdimə görə qaldı türmədə. Bir dəfə olsun atamın qapısını açmadı. Göndərdi sənin içindən lazım olan əşyaları. Mən də gedəm mənim ora. Məndə şəxsiyyətim var, mən də müəlliməm. Yaxşı deyilir. Bəzən müəyyən bir şeyin gec alınması ya ilahi məsləhətdir, ya da bizə cəzadır. Bir düşünün ki, günah eləmişəm, Allah indi olub da, ver. Deyir ki, yox, mən sənə hər dəfə günahına sənə mən verdim fürsət, verdim sənə, sən özünü itirdin. Düşündün ki, Allah da rəhimlidir, rəhmandır, günah eləyəcək, mənə baxı yenə verəcək. İndi vermirəm.
Verəcəm neçə müddət sonra. İndi mən sənə tez versəm, pis alışarsan. Necə valideyn müəllim uşağa həmişə tez bağışlayır, onun küsü qalır, cəzasını verir, düz danışır, sifətin turşudur. Həmişə övlad və ya da tələbənin səhvindən müəllim və ya da valideyn güzəştdən sonra həmin dəqiqə xoş münasibət göstərsə, tələbə ilə o uşaq pozular. Üzrsən, qudurarlar deyirlər də, uşaq pisləşir axırı. Orada bir qudurmaqlıq. Pis vərdişlər ki, valideyn müəllimdir də, güzəştdir də, kinsizdir. Yox. Bəzən bir insan olur soyuqqanlı ki, onun səhvinin, cinayətin nə qədər böyük olmasını ona izah eləyir. Sən böyük görmüsən deyə, sən etdiyin böyük pis əməldir deyə mən sənə məsafəliyəm.